Salam əziz izləyicilər. Bugün sizinlə 39-cu sualın izahına baxacağıq. Demək, ölçüsü A-vurulsun B piksel olan monoxrom rəngli raster qrafik təsvirin informasiya həcmi 2 kilobayt olarsa, A-vurulsun B hasilini müəyyən edin. Demək, yazırıq, monoxrom olduğuna görə hər piksel 1 bit informasiya həcmi daşıdığı üçün yazırıq ki, A-vurulsun B vurulsun 1 bit bərabərdir 2 üstü 13 kilobayt vurulsun 2. Çünki 2 kilobayt deyil. 1 kilobaytımız 2 üstü 13 bit olduğu üçün 2 kilobaytımız da 2 vurulsun 2 üstü 13 bit olacaq. Bu da eləyir 2 üstü 14 bit. Bitləri açsaq, ixtisar eləsək, demək, A vurulsun B hasilimiz bərabər olar bizim 2 üstü 14-ə. Demək, bizim bu təsvirdə 2 üstü 14 sayda piksel var. Baxırıq variantlardan, hansında 2 üstü 14 sayda piksel var. 128 vurulsun 256-da, demək, 15, 2 üstü 15 edir. Bu deyil. Demək, cavabımıza baxaq. B variantında 2 üstü 8 vurulsun 2 üstü 6 bərabərdir 2 üstü 14. Doğru cavabımız B variantı olmuş olacaq.